Esselamu Aleyküm değerli izleyici. Beri baştan deyim ki, mənim bu aparıcı xanımla nə şəxsi tanışlığım var, nə qəsdi qərəzim var və dünyada da ondan alıb verə bilməyəcəyim bir qərəzim yoxdur. Sadəcə bu aparıcı xanımın din haqqında söylədikləri bir inanclı insan kimi mənim də hisslərimə toxunur və özümə borc bildim ki, bəzi məsələlərə aydınlıq gətirim. Bilirsiniz ki, bir neçə gün bundan öncə xanım məmurun qardaşı içkili vəziyyətdə dini təhqir etmişdi. Düzdür, buna görə üzrü gəldi. Lakin gəlin baxaq görək, bu xanım aparıcı mahircəsinə həmən məsələnin üzərindən diqqəti çəkib, dini, adı dində olan, amma dinə belə deyərdim ki, kölgə salan əməlləri ilə insanları nümunə gətirib, dinə onları bağlamaqla o məsələnin üzərindəki kölgəni çox mahircəsinə, hiləgərcəsinə, peşəkarcasına necə bunun üzərinə gətirir. İçib dini söyür. Gəlin bir də biz həcələrimizə baxaq da. Baxın, görün necə keçid elədi. İçib dini söyür. Gəlin biz indi həcilərdən danışaq. Bax, bayaq dediyim o keçid budur. Arthur Schopenhauer var, belə bir filosof var idi. Kütlə ilə danışıq tərzi və qalib gəlmək istedadı. Görünən odur ki, bu xanım bu kitabı çox yaxşı oxuyub, əxz eləyib özü üçün və məsələnin mahiyyətini onun üzərindən, içkili vəziyyətdə dini söyən insanın üzərindən çəkir həcilərin üzərinə. Əvvəla onu qeyd edeyim ki, İslam dinində belə bir titul, belə bir rütbə yoxdur. Həc Allah Təbaraka və Təalanın hər bir müsəlmana əmridir. Kimin ki sağlamlığı, fiziki imkanı və maddi rifahı çatırsa, hər bir müsəlmanın üzərində borclu yerinə yetirmək. Əgər çatmırsa, bunlardan ikisindən biri yoxdursa, o borc onun üzərində yoxdur. Bu bir. İndi görək sonra nə deyir? Dünya malı dünyada qalar. Dünya malında gözünüz olmasın. Bu dünya müvəqqətidir, o dünya əbədidir deyən həci 200 minlik maşından düşüb sürsün də, 07-ni sürsün də həci. Niyə 200 minlik maşından düşür? Yaxşı deyir. Bəli, dünya malı dünyada qalacaq, axirət əbədi yurtdur və ən xeyirlilərini sizdən axirət yurdu üçün tədarük və azuqə toplayanlardır. Bu hissəsi ilə razıyam. Bəs narazı olmadığım hissə hansıdır? Narazı olmadığım hissə odur ki, bu xanım aparıcı nə üçün dində olan negativ nümunələri gündəmə gətirib dinin üzərində o bayaq içkili vəziyyətdə olan insanın söylədiyi küfürləri bununla yamamağa çalışır. Niyə bunu eləyirsiniz? Məyər bizim İslamda kifayət qədər dinimizi yaşayan, dəyərlərimizə sahib çıxan şəhidlərimiz olmayıb və yaxud da digər bu dəqiqələrdə, bu günlərdə dini inanclı insanlarımız, nümunəvi həyat tərzi yaşayan, vətəndaşlıq edən insanlarımız yoxdur. Niyə siz negativləri gətirib bu insanlara göstərirsiniz? Çünki sizin daxildə olan bir proqramınız ona yönəlibdir ki, İslam dinini bu cür gözdən salasınız. Dolayısıyla İslama birbaşa deyə bilmədiyinizi, bax bu cür özünüzün həci dediyiniz insanlarınızın vasitəsilə deyirsiniz. Deyir ki, 200 minlik sürməsin, 0,7 sürsün. Xanım, siz də kəlağayı bağlayın da. Axı bizim nənələrimiz, qadınlarımız o dövrdə kəlağayda gəzib. Bizim öz milli adət ənənələrimiz olub. Yəni topuqdan aşağı geyimlərimiz olub xanımlarımızın. Niyə riayət eləmirsiniz? Madam ki, bu cür hər şeyə diqqət verirsiniz və bu cür hər şeyin kökünü istəyirsiniz insanlardan. Əvvəla yenə də deyirəm, bu dünya məsələsidir. Deyim haqdır. Axirət yurdu əbədidir. Amma siz o deyimi, o insanların üzərinə gətirib, bu artıq bilirsiniz, bu manevrlər keçməz. Əqli düşüncəsi olan insanlar sizin o dəqiqə nə demək istədiyinizi biləcək. Bilməyənlər bilməyəcək. Və burada mənim diqqətimi çəkən odur ki, bu xanım aparıcı artıq Allahın bütöv bir surəsi ilə alay eləyir. İnanmırsınız? Baxın. Siz bizim Qafqazın şeyxi Hacı Allah şükür Paşazadəyə yaxınlaşıb sual vermək istəyəndə birinci Fatihə surəsini deyin. Başlayın. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil aləmin. Ər-Rəhmanir-Rəhim. Belə başlasaz, düşünürəm ki, Paşazadənin ürəyi yumşalacaq və sizin suallarınıza cavab verəcək. Birincisi, biz Allahın bu surəsini namazda oxuyuruq. Fatihə surəsi kitabı açan surədir. İkincisi, görün bu xanım aparıcı nə qədər dinə qarşı həm elmsiz, həm bilgisiz, həm də hörmətsizdir ki, elə deyir, yaxınlaşın şeyxə, bu suala ondan sonra istədiyini sizə cavabı verəcək. Ayıblar olsun və yazıqlar olsun. Ayıblar olsun və yazıqlar olsun. Və
tamamilə düzgün eləyib Space televiziyası ki, bu cür aparıcıları öz efirindən uzaqlaşdırıb. Çünki bu cür aparıcıların nə dinə, nə insanların inanclarına, nə hissiyatlarına, heysiyyatlarına hörməti yoxdur. Sonra dəfələrlə özünü tərifləyir, deyir ki, mən Azərbaycan dilini çox mükəmməl bilirəm, çox dəqiq danışıram. Baxın, burada bir yer var, deyir ki, zati alələri. Zati alələri deyir, zati aliləridir. Baxın, bu səhvini də sizə nümayiş etdirim. Mən heç kimin səhvini araşdırmaq istəmirəm. Mənim özümün də kifayət qədər danışanda səhvlərim olur. Kifayət qədər çıxışlarımda da səhvim olur. Amma demək ki, mən səhvsizəm və ekspertlər məni tərifləyir, biraz özündən müştəbihlidir. Zati ailələri. Bilirsiniz də İranda vəziyyət. Zati ailələri. Bilirsiniz də İranda vəziyyət. Eşitdiniz? Zati ailələri. Zati ailələri yox, zati aliləri.